Salam, hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz lövhədə də yazdığım kimi soyuq müharibənin ikinci böhranı olan Koreyanın parçalanması. Əvvəlcə gəlin yadımızı salaq. Soyuq müharibə neçənci illər əhatə edib və hansı dövlətlər arasında baş verib? Soyuq müharibə 1946-cı ildən 1991-ci ilə qədər ABŞ və SSR arasında baş verib. 1991-ci ildə SSR-nin parçalanması nəticəsində bu müharibə bitmişdi, başa çatmışdı. Koreyanın parçalanması haqqında məlumat verək. İkinci Dünya müharibəsi başlamazdan öncə Koreya Yaponiyanın işğalı altında idi. Yəni onun hakimiyyəti altında idi. Lakin 1945-ci ildə İkinci Dünya müharibəsində Yaponiya məğlub oldu, müharibə bitdi. Koreya müstəqillik qazandı. Lakin bu Koreyanın müstəqilliyi çox qısa çəkdi. Çünki Koreyanın şimal hissəsi SSR qoşunları tərəfindən işğal edildi. Koreyanın cənub hissəsi isə ABŞ tərəfindən işğal edildi. ABŞ qoşunları tərəfindən işğal edildi. Lakin SSR və ABŞ arasında fikir ayrılığı nəticəsi gətirdi 1948-ci ildə Koreyanın iki hissəyə parçalanmasına gətirdi, çıxartdı. Yəni Koreyanın şimal hissəsində kommunistlərin, yəni SSR-nin dəstəklədiyi Koreya Xalq Demokratik Respublikası meydana gəldi. Koreyanın cənub hissəsində isə ABŞ tərəfindən dəstəklənən Koreya Respublikası meydana gəldi. Yəni Koreya iki hissəyə parçalandı, Şimali Koreya və Cənubi Koreya. Lakin bunların arasında bir müddətdən sonra müharibə başladı. 1950-ci ildə SSR-nin dəstəklədiyi Şimali Koreya, yəni Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya üzərinə hücuma keçdi, işğal məqsədi ilə hücuma keçdi. Və BMT bu müharibəni pislədi və BMT-yə daxil olan dövlətləri Cənubi Koreyaya kömək eləməyə vadar elədi. Bildiyimiz kimi də BMT qoşunlarının əsasını ABŞ qoşunları təşkil edirdi. Bu müharibədə Şimali Koreyanı isə SSR və Çin dəstəkləyirdi, hərbi yardım göstərirdi. Nəticədə bunlar arasında 1950-dən 1953-cü ilə qədər müharibə getdi və bu müharibədə BMT-nin dəstəklədiyi, yəni ABŞ-ın, eləcə də BMT-nin dəstəklədiyi Cənubi Koreya müharibədə qalib gəldi. Hal-hazırda da Koreya parçalanmış vəziyyətindədir. Yəni Şimali Koreya və Cənubi Koreya olmaqda davam edir günümüzə qədərki dövrdə və hər iki dövlətlərdə bir-birinə zidd olan öz inkişaf yolunu seçməkdədirlər.